Neft qaz pulları Azərbaycanda sona çatmaqdadır. Yavaş-yavaş bir tarixi zəmanə yekunlaşır. İş o yerə çatıb ki, xərclərə qənaət üçün ötən ay prezident fərmanı da verildi. Amma lap dərinə, əsasına baxanda işin, qarşıdakı o qıtlığa cavab olaraq Yeni Azərbaycan Partiyasının hökuməti qənaət imkanlarını yanlış yerdə axtarır. O, həmin o imkanları insanların həqiqi ehtiyaclarından kəsməkdə axtarır. Biz isə Azərbaycan olaraq hələ də lazımsız və zərərli beynəlxalq tədbirlərə vəsait xərcləyirik, onlara ev sahibliyi edirik. Nümunə gətirəm, iqlim mövzusu. İqlim fırıldaqçılığı sözünü ən çox bu illərdə mənim yazılarımda oxumusunuz. Dünən isə eyni sözü ABŞ prezidentinin dilindən BMT Baş Assambleyasının tribunasından eşitdiniz. İndi hamı Donald Trump'ı vaxtı ilə biz də fəal şəkildə söylədiyimiz fikirlərə görə alqışlayır. Amma hamıda yox. Heç də hamı yox. Cəmi 2 ay əvvəl Azərbaycan Xarici İşlər Nazirliyində İqlim Diplomatiyası İdarəsi təsis edilib. Təsəvvür edirsiniz də. Üstəgəl, ötən il ölkəmizi pis günə qoymuş o COP29 zəlzələsi hələ də davam edir. Bakıda gələn həftə onun ardı olaraq, davamı olaraq Bakı İqlim Həftəsi deyilən tədbir keçiriləcək. Yenə də lazımsız xərclər, zərərli gündəmlərin yayılması, qonaqların yeyib içməyi. Məncə, Xarici İşlər Nazirliyinin o yeni idarəsini də, elə o tədbiri də ləğv eləmək, gündəmi qapatmaq və iştirakçıların biletini aviaşirkətlərə qaytarmaq lazımdır. Həm də yaxşı bir qənaət maddəsi olar. Ətraf mühitin qorunması ideyasının karbon iqlim saxtakarlığı ilə əvəzlənməsi son illərdə dünyada bir dəstə milyarderin daha da zənginləşməsindən başqa və bəzi qabaqcıl iqtisadiyyatların çöktürülməsindən başqa heç nəyə xidmət etmirdi. Azərbaycanın bu gündəmə pul xərcləməsi isə ümumiyyətlə heç bir çərçivəyə sığmır, tamamən yersizdir. Biz Respublikaçı Alternativ Partiyası insan nəsli üçün yaxşı ətraf mühitinin yaradılması işini uydurma həyəcanlar deyil, real mövzular üzərindən indiyə qədər qurmuşuq və bundan sonra da quracağıq.